İndi gördüyünüz bu Nano vasitəsilə yığılmış alıcının eynisini Arduino Uno vasitəsilə yeni birini yığacağıq. Gördüyünüz konnektorları qıracağıq və yüngüllük üçün də eyni zamanda. Və bütün konnektorları təmizlədik. İndi lehim işlərinə və konnektor yuvalarının boşaldılmağına başlayacağıq. Gördüyünüz kimi bütün deşiklərin iç hissəsini boşaltdıq, qurğuşunlardan təmizlədik və dişi konnektorların artıqlarını da çıxartdıq. Lazım olacaq pinlərdən əlbəttə ki, digərləri ilə çıxartmadıq. Amma ağırlıq azaltmaq lazım olsa onları da çıxartmaq olar. İndi davam eləyək, konnektorları bağlayaq, yeni konnektorları və NRF modulunun parçalarını bağlamağa başlayaq. RobotSAD-ın təmin etmiş olduğumuz NRF adaptör və NRF modulunun özünü indi Arduino'nun üzərinə bağlayacağıq. İlk öncə buradakı konnektorları çıxarıb SMD jumperlərdən istifadə edəcəyik. Adaptör modulunun da pinlərini çıxart. Bu da hazır və bitdi gördüyünüz kimi. İndi sadəcə izolasiya hissələri qalıb. Onları da bitirib kodunu atıb test videosu atacağım. Artıq kodu da atdım və bu alıcı da artıq digər alıcı kimi bu pultla eyni siqnalı paylaşa və bir yerdə işləyə bilirlər və belə edə bilərik ki, bu pultdan gələn siqnalı hər iki alıcı eyni anda qəbul etsin. Bir joysticklə bir cihazı, bir joysticklə digər cihazı, məsələn bir maşını bir joysticklə, digər maşını da bir joysticklə idarə edib istifadə edə bilərik bu pultu və alıcıları. Alıcı sayını istədiyimiz qədər artıra bilərik. Sadəcə kodda kanal kodunu eyni qoyduğumuz müddətcə istifadə etməyimiz mümkün olacaqdır.